Aktyor Murad İsmail keçmiş xanımı aktrisa Ülviyə Xanbəyova ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib. Demokrat AS xəbər verir ki, aktyor bu barədə tarixin bir günü verilişində danışıb. O, son vaxtlar şəxsi həyatı ilə bağlı səsləndirilən iddialara aydınlıq gətirib və bəzi məqamlara toxunub. Murad İsmail bildirib ki, onların boşanması ilə bağlı yayılan xəbərlərin mənbəyi ona məlum deyil. Bizim boşandığımızı kim deyib? Kim deyibsə ondan soruşun. Mən şəxsi həyatla bağlı sualları cavablandırmıram. Uzun zamandır bizim ətrafımızda bu mövzular danışılır. İnsanların da sualları var. Məcbur olub açıqlama verirəm. Aktyor qeyd edib ki, Ülviyə Xəlbəyova ilə münasibətləri normaldır və aralarında hər hansı düşmənçilik yoxdur. Biz düşmən deyilik, 2 balamız var, əsas olan da övladlarımızdır. Digər mövzulara toxunmaq istəmirəm. Murad İsmail həmçinin bildirib ki, keçmiş həyat yoldaşı ilə birgə yeni layihədə yer alıblar. Ülviyə xanımla filmdə rol almışıq. Bu mənim ilk komediya filmimdir. O, şəxsi münasibətləri ilə peşə fəaliyyətini bir-birinə qatmaq istəmədiyini vurğulayıb. Qeyd edək ki, Ülviyə Xəlbəyova 2 il əvvəl sosial şəbəkə hesabında boşandıqları ilə bağlı paylaşım etmişdi. Həmin paylaşım cütlüyün ayrılması barədə xəbərlərin yayılmasına səbəb olmuşdu. Buna baxmayaraq tərəflər indiyədək məsələ ilə bağlı geniş açıqlama verməmişdilər.